Yani şehirlerden birinci, ikinci, evliyesi var. İçinde bütün alem Allah size havalar peki bu şekilde nereye Gülmür Şəkil mənim ən çox sevdiyim şəkildir. Çox sağ olun. Öpürəm hər birinizin əllərindən. Çox sağ olun. Allah göster. Yaşda 8'den beri oğullarımızın, əsgərlərimizin, zabitlərimizin fədakarlığı hoşuna göre biz yaşamışız da biz nəsil yani. İndi də 44 günlük şəhidlər hesabına bizim balalarımız, oğullarımız yaşasın. Allah bütün şəhidlərə rəhmət, ailəsinə səbir, yoldaşına Allah şəfa versin. Mən şəhid Elmar İbrahimov'un anasıyam. Elmar evin yeganə övladıdır, nə hərbisidir, nə çağırıcı. Bəli, Elmar nə hərbisidir, nə çağırıcı. Özü könüllü gedib, müharibəyə qatılıb, 22 yaş, ananın xəbəri yoxdur. Polat Əclovdan sonra yazılıb, müharibəyə qatılıb. Allah hamımıza kömək olsun. Yani ki, mənim demək istəyirəm ki, yani bu 92'dir, bu 44 günlükdür, onu seçməyi mən xoşlamıram. Yani indi o vaxtı mən Ağdamlıyam, Ağdamdan gəlmişəm də bir nədir yarandı. İlk dəfə bizdə Ağdamda Bəxtiyarla Əli 18-19 yaşında şəhid oldu. İlk dəfə, heç onun adı çıxacaq. Yani ki, seçilmək, istəyirəm seçilməyə. İndi dövlət oldu, hərbi qüvvə oldu, silahlar oldu, adi burada dururdular, neçə kilometri vururdular, özünüz bilirsiniz. Yani dövlət oldu, arxa oldu, torpaqda alındı. O vaxtı kənd alırdılar, əmir gəlirdi, yuxarıdan oradan çıxırdı. Özləri könüllü gedirdilər hamısı. Mən oradan gəlmişəm, bilirəm də nədir, yarandı, nədir o. Yani o vaxtı belə silah olsaydı, belə hərbi qüvvə olsaydı, bir metr ermənlər bura gəlməz. Bəli, bax onu demək istəyirəm, yəni heç kəs seçməsin, 44-lük 92'dir. Yani böyle Allah hamıya kömək olsun, hamıya sağlıqlandır.